İkinci sualın izahına. İkinci sualda kalium 2S, kalium sulfid, sink xlor 2 ilə reaksiya daxil olur. Bu zaman kalium xlor üzərinə sink S. Deməli, qarışdırdıqda reaksiyadan sonra ionların sayı dəyişməsi. Baxın, kalium S ionuna ayrılanda 2 kalium, S2 mənfi. 1-2 indeksindəki rəqəm öz qarşısına, o birisinin üstünə yazırıq. Sink 2 müsbət, 2 xlor mənfi. Bu reaksiya girən maddələrdə olan ion sayı. Alınan maddələrdə isə 2 kalium, 2 xlor var. Üzərinə sink S. Deməli, bax, reaksiya girən maddədə 2 kalium, 1 kükürt, 3, 1 sink, 4, 2 dənə də xlor, 6 dənə ion var. Reaksiyada alınan maddədə isə 2, 2, 4 dənə ion var. Niyə sink S ayrılmadı? Çünki sink S çöküntüdür. 6 dənə var, 4 dənə qalıb. Deməli, 1/5 dəfə azalıbdır. Yəni, D variantı ikinci sualda.